Bu ilk qurban hadisəsi eyni zamanda insanoğlunun Allaha təslimiyyət və üsyanının da başlanğıcı ola bilər. Olmaqdadır da. Belə ki, Habilin ən dəyərli varlığını Allaha qurban edərək ona qarşı itaətini, təslimiyyətini, bağlılığını, sevgi və saflığını göstərmişdir. Bunun əksinə isə Qabil nə edir? Buğda qalıntılarını, yəni malının ən dəyərsiz və qiymətsizlərini Allaha sunmağa çalışmaqla sevgi, bağlılıq dedik və itaətdə zəiflik göstərmişdir. Dolayısıyla bu iki qardaşın qurbanı dürüstlük və saxtakarlıq kimi iki fərqli bu olğunun düşüncəni meydana çıxarmışdı. Biz saxtakarlıq yerinə biraz da səmimiyyətsizlik deyə bilərik buna. İlahi din və müqəddəs kitabların Habil və Qabil hekayələrindəki bu hekayədən çıxarılacaq digər bir nəticə də qurbanın yanma məsələsidir. Dedik ki, qurbanın qəbul edişinin işarəti nə idi? Müqəddəs bir ocaqda yanması idi. Bəli, qurbanın yanması məsələsidir. Müsəlman müfəssirlərdə qurbanın ocaqda, atəşdə yanmasının Allahın onu qəbul etdiyi mənasına gəldiyi qənaətindədirlər. Yahudilər məbəddə kəsilən qurbanını məbədin pərdələrinə səpərkən eyni də yandırmaqdadırlar. Onların bu qurban yandırma tətbiqinin bir digər nümunəsini biz Həzrət İbrahimin qurbanıdır. Orada görə bilərik. Yenə də kitablarda bu qurban hekayəsi ətraflı bəhs edilir bilirsiniz və qısaca olaraq qeyd edim ki, rəvayətə görə Həzrət İbrahimin oğlunu Allaha qurban olaraq adar. Və bunu həyata keçirəcəyi vaxtda da Allah ona qoç göndərir. O kolluqdakı o qoçu görən Həzrət İbrahim də qoç alır və oğlunun yerinə onu yandırılan qurban olaraq təqdim edir. Həzrət Adəmin oğulları Habil və Qabilin muradlarının həyata keçməsi üçün Allaha heyvan və bitki təqdimi ilə başladığı, qəbul edilən bu qurban bəlkə də dünyadakı qurban kültürünün prototipidir. Eyni zamanda öz qurbanının qəbul edilməyişini həzm edə bilməyən Qabilin qardaşı Habili arzu etdiyi qadını o əldə etmə uğruna öldürüşü isə məcazi bir mənada ilk insan qurbanının prototipi olduğu düşünülə bilər.